Xoş gördük əziz dinləyicilər. Nəhayət Qəzzada növbəti bir atəşkəsin, necə deyirlər, şahidi olduq. 20 dövlətin başçılarının rəhbərliyi, iştirakı və Trampın birbaşa iştirakı ilə. Sadəcə olaraq mənim bu dəfə bu yekun barəsində mən sadəcə bir-iki söz demək istəyirəm ki, bunu da bizdə də, Azərbaycanda da, bəzi normal başı işləyən, ağlı işləyən qəzetlərdə də biz bunun şahidi oluruq və bu yekunlar barəsində bu günlərdə İranın Cümhuri İslami qəzetində, Cümhuri İslami qəzetinin də məhz başçısı Xamneyə yaxın olan şəxsdir ki, mən deyərəm ki, İranda həmişə demişəm ki, kifayət qədər dərin dövlətçiliyi var və onların ağlı, inanın mənə, digər müsəlman ölkələrinin ağlından daha yaxşı işləyir. Yəni, heç olmasa onlar səhvlərini görə bilirlər. Deməli, Cümhuri İslami qəzetində Qəzzada 7 oktyabr 2023-cü il Həmasın hücumu barəsində bu qəzet böyük bir məqalə yazıb və məqalədə bildirib ki, gəlin etiraf eləyək ki, biz uduzmuşuq. Və doğrudan da etiraf edir ki, bu Əqsa tufanı bilirsən ki, tuf belə bir ad qoymuşdu Həmas 7 oktyabr hücumuna. Bəs o hərəkatın nə qədər yanlış olduğunu və məğlubiyyətlə nəticələndiyini bu qəzet dilinə gətirib. Yenə deyirəm, Xamneyə yaxın olan bir qəzet dilinə gətirib. Biz bundan danışanda bizə müqavimət deyirdilər, sənin başın işləmir deyirlər, sən siyonistsən deyirdilər, sən yahudisən deyirlər. İnşallah daha bugün bu sözü deyə bilməyəcək bizə o İran pərəstlər, bizə o taxta bitilər bu sözü deyə bilməyəcək. Niyə? Çünki bunu İranın birbaşa ali dini liderini təmsil edən Cümhuri İslami qəzeti öz məqaləsini çap etdirib. Və bildirib ki, bu hadisə demək olar ki, məğlubiyyətdir, səhvdir, kaş ki olmayaydı, çünki qiymətləndirə bilmədilər, qiymətləndirməsi başqaydı. Yaxşı, gəlin bunun nəticələrini ortaya qoyaq. Həmasın 7 oktyabr hücumundan sonra İranın Şiə hilalı tamamilə məhv oldu. Həmasın beli qırıldı, Hizbullahın başına nə qədər böyük hadisələr gəldi, özünüz gördünüz, liderləri öldü, 4000-dən çox insanı öldü və İran yaxın şərqdə Bəşər Əsədi itirdi. Bəşər Əsədin dövlətində yerləşən, Suriyada yerləşən Quds briqadası da artıq oradan qaçdı. Hər kəs oradan çıxdı. İran da böyük bir ərazini itirməklə bərabər həm də Ənsarallah, yəni Yəməndə də öz qüvvələrinə böyük bir zərbə vurulmuş oldu. Bu günləri də məhz mən demişdim, Qəzza bitdi, Qəzzada məsələ bitdi. Və bu günləri siz təsəvvür edin, Həması lider hesab edənlər, Həması müdafiə edən o dövlətlərlə Türkiyə başda olmaqla bugün getdilər, imza atdılar və bunu pox-poxla da təriflədilər ki, bəli, sülhə güya biz qədəm qoyduq. Sülhə qədəm qoymağın şərtlərindən biri nə idi? Həmas bütün dustaqları buraxmalıdır və Qəzzanı tərk etməlidir. Yaxşı, və siz Həması legitim lider sayırdınız, rəhbər sayırdınız, Fələstin xalqını müdafiə edən sayırdınız və siz gedib nəyə imza atdınız? Ona imza atdınız ki, Hamas terrorçudur və oradan çıxmalıdır. Biz bunu deyirdik də, bəs nə oldu? Və bizə bəs az qalmışdı terrorçu deyəsiniz, bəs bizə az qalmışdı məzlumların əleyhinə olan deyə. Biz həqiqəti deyirdik, amma siz başa düşmək istəmirdiniz. Bu günləri 20 ölkə gedib yığışdı orada, qol çəkdi, Hamas fəs etməlidir, Hamas bitməli, çıxmalıdır Qəzzadan. Buna imza atdınız və deyirdiniz, Həmas belə müdafiə edir, Həmas öz xalqını müdafiə edən ordunu oradan çıxardarlar. Yox, amma bu günlərə hər kəs bunu tərifləyir. Sülh gəldi, sülh gəlməyib. Atəşkəs gəldi və bu atəşkəs bəlkə indiyənə qədər olunan 20-30-cu artıq sayını itirdiyimiz atəşkəsdir. İkinci bir məqama da mən qiymət vermək. Ümumi məqam bundan ibarətdir ki, bəli, İsrail uddu, Amerika uddu, öz istəyinə çatdı, amma Şərq İran başda olmaqla, Rusiya başda olmaqla uduzdu. Uduzdu və onlara diqqət yetirən də heç yoxdur. İkinci bir məsələ, bəzi qardaşlarımız deyirlər ki, İsrail Həması niyə ləğv eləyə bilmədi, niyə rədd eləyə bilmədi? Mən sizə bir söz demişdim. Məni yaxşı dinləyən qardaşlarıma bir sözü demək istəyirəm. Mən həmişə demişəm ki, İsrail bir həmişə faciə yaradan, həmişə xaos yaradan, üzr istəyirəm, xaos yaradan bir ölkədir və xaosdan bəhrələnən ölkədir. İnanın mənə, bu günləri Həmasın ləğv edilməsi İsrailə lazım deyildi. Siz bir anlıq fikirləşin, dünyanın istənilən yerində terrorçulara qarşı mübarizə aparan, İranın mərkəzində ən çox qorunduğu bir vaxtda Həmasın liderini nöqtə atışı ilə öldürən, 12 generalını yatdığı yerdə öldürən bir dövlət
Qəzzanın içində çoxdan var idi. Kim harda gizlənir bunları çox gözəl bilirdi. Sadəcə olaraq xaosdan bəhrələnən bir ölkə olduğu üçün İsrail məhz orada belə xaos yaradan qüvvələr olmalıdır. Həmas kimi qüvvələr olmalıdır ki, sabah Fələstinin digər əraziləri də onun legitim hədəfinə çevrilə bilsin. Legitim hədəfinə çevrilə bilsin. Bunu yaddan çıxartmayın. Ərəblərin və Fələstin xalqının ən böyük düşməni də o vaxtı ona siyasəti olmayan insanlardır ki, 1948-ci ildə də onu bəlaya saldılar, 62-də də və digər vaxtlarda onu bəlaya saldılar. Bu günlər isə bundan sonra artıq Qəzzaya bir bəlkə bir günəş doğdu, bəlkə Qəzzalılar bir xoşbəxt bir günə gəlib çıxdılar. Niyə görə? Ona görə ki, orada Həmas olmayacaq. Ona görə ki, orada daha İranın, Rusiyanın və yaxud da digər ölkələrin oyuncağına çevrilə bilməyəcək hansısa qurumlar. O qurumlar da əlbəttə ki, ən böyük zərbəsi də xalqa dəyir. Təşəkkür edirəm diqqətinizə görə.